Balalar süddən ayrılandan sonra bunlara nə ilə qidalandıraq? Ümumiyyətcə, süddən ayrılmamış başlamaq lazımdır qidalandırmağa. Yəni, bala 21 günündən ana südü ilə bərabər başlamalıdır digər yeməyi də yeməyə. O yeməkdə nə ola bilər? Təbii ki, ət məhsulları belə itlər üçün, körpə itlər üçün ağır olur. Birinci başlamaq lazımdır. Cürbəcür, məsələn, Royal Canin starterlar olar, belə yekə itlər üçün, yəni bu ağır şəkilli olacaq itlərin yeməyi, bundan bəhs ediriksə, o gedir Royal Canin starterdan başlaya bilərik və 2 ayına kimi ancaq o verilə bilər. Başqa bir yemək məsləhət görülmür. Ona görə ki, bunların mədəsi digər qidaları həzm eləməyə hələ ki hazır deyil. O səbəbdən 60 gününə qədər, bu gördüyünüz bala bu gün 62 günü tamam olur. Buna 2 gündür Royal Canin ilə bərabər digər toyuq sinəsi də qaynadıb verdik düyünə. Yəni, indi həzm eləməyə hazırdır. Mədəsi həzm eləməyə hazırdır. Yəni, 60 gününə qədər tövsiyə edirəm ki, Royal Canin'dən başqa heç nə verməyəsiniz. Yəni, ana südü ilə bərabər. Ümumiyyətcə, ana südü 45 gününə qədər balaları yeyir. Ondan sonra anada süd olmur, azalır. O səbəbdən biraz yeməyin çoxaldırsınız.